Salam əziz və dəyərli tələbələr, bugün qəbula düşmüş bir sualın izahına baxacağıq sizlə birlikdə. Kompüter qrafikasına aid olan bir sual tipidir. İlk öncə palitrada 24 rəng var deyir. Biz bilirik ki, rənglər 2-nin qüvvəti şəklində ifadə olunmalıdır. Amma bizə verilmiş bu rəng 2-nin qüvvəti deyil. Biz o zaman nə etməliyik? Həmən rəngi 2-nin qüvvətinin içərisində olan rənglərə əlavə etmək lazımdır. Biz bilirik ki, rənglərimiz 2 üstü n şəklində olmalıdır. İndi 24 2-nin qüvvəti olmadığına görə biz 2-nin qüvvəti kimi 2 üstü nə götürəcəyik? 5. Çünki 24 ancaq 2 üstü 5-in içərisində yerləşir. Biz oradan tapırıq ki, artıq bir pikselin həcmi, yəni bir nöqtənin həcmi 5 bit olmuş olur. Bizim ilk edəcəyimiz addım bu idi. Daha sonra bizim düsturumuz var. Nöqtə sayıları, yəni m vurulsun n, üfüqi və şaqili nöqtə sayıları bərabərdir balaca n-ə. Balaca n bir pikselin həcmidir, az əvvəl də dediyimiz kimi. Artıq bizim parametrlərimiz əlimizdə var. 800 üfüqi nöqtəmiz olsun. 400 şaqili nöqtələrimizin sayı olsun. 5 bit isə bizim bir pikselimizin həcmi olsun. Bu ifadələri bir-birinə vurduqda artıq biz həcmi almış oluruq. Deməli 8-i 4-ə vurduq. 32, 32-ni də 5-ə vurduq. Neçə etdi? 160. Düzdür? Və yaxud da belə deyə bilərsiniz. 4-ü 5-ə vurduq 20, 20-ni də 8-ə vurduq 160. Bu şəkildə yazdıq. Arxasınca da olan buradakı sıfırlarımızı qeyd edin, geçsin daha rahat. Sizi çaşdırmadan bu formada yazdıq. Deməli 1.600.000 bit həcmimiz olan bir təsvirimiz var. Bu bizim tapdığımız həcmdir. 1.600.000 bit. Gəlin sualımızı indi oxumağa çalışaq tam olaraq. Deyir, bu raster qrafiki təsvir rabitə kanalı ilə ötürülüb. Hər hansısa bir müddət var. Bilmirik o müddət nə qədərdir. Biz o müddəti özümüzdən qəbul edirik x qədər. Deyir, həmən müddətin düzdür yarısında, ilk yarısında 16.000 bit böl saniyə sürətlə ötürülüb. Qalan yarısında isə, yəni qalan hissəsində, yarısında yox. Yəni qalan hissədə zaten yarı deməkdir. 24.000 bit böl saniyə sürətlə ötürülüb. Düzdür? Bu qrafiki təsvirin ümumi ötürülməsi üçün neçə saniyə vaxt tələb olunub? Biz məsəl üçün bu müddəti, yəni x axtarmış olacağıq ən sonda. Deməli nə edirik? X bölünsün 2 yazırıq. Yəni ilk yarısı x bölünsün 2-dir. Deməli ilk yarısında ötürülüb bizdə nə qədər yuxarıda yazıb 16.000 bit böl saniyə ilə düzdür? Yazdıq 16.000 bit. Üstə gəlsin digər yarısında, yəni x bölünsün 2 müddətində ötürülüb nə qədər? 24.000 bit. Düzdür? O da burada yazılıb. İndi gəlin bərabər edib məsələni həll etməyə çalışaq. Bərabər yazdıq. Düşdüyündə aşağıdan həll etməyə çalışaq. X bölünsün 2-ni mötərizə xaricinə çıxarda bilərsiniz rahat şəkildə. X bölünsün 2-ni çıxartdıq mötərizə xaricinə. Daha sonra 16.000 ilə toplayırıq 24.000-i. Bərabərdir. Misalında həll edəcəyik biz sizinlə birlikdə. Deməli, x bölünsün 2 bərabərimizdə yazaq qabağından. Burada edir nə? 40.000. Düzdür? İxtisarınıza aparsanız 40.000-dən 2-ni bizim buradan tapdığımız oldu ki 20.000 nədir? X-dir. Yəni bizim bu x bilirik ki göndərmə müddətidir. Düzdür? İndi biz yuxarıda bilirik axı informasiyamızın həcmi nə qədərdir? 160.000 bitdir. Düzdür? Biz nə edəcəyik? 160.000 biti 160.000 nədir? 1.600.000 düzdür? Biti bərabər edəcəyik 20.000 x-a. İndi buradan x-imizi tapaq. Bu bizim müddətimizdir axı. X bərabər olacaq. 16 ilə baxın 2-ni ixtisar aparsaq 8. Sıfırları sayın. 1, 2, 3, 4. 1, 2, 3, 4. Nə qaldı burada? 80. Deməli, x bölünsün 2 bizim müddətimizin yarısı idi. X bölünsün 2. Amma x müddətimizin tam özüdür. Və neçə saniyə edir o? 80 saniyədir. Biraz mürəkkəb tipli bir sual idi. Amma bunu da həll etmək olardı. Bizdən zaten istədiyi bu qrafik təsvir ötürülməsinə neçə saniyə vaxt sərf olunmuşdur. Nə qədər sərf olundu? 80 saniyə. Sağ olun, növbəti sualların izahında görüşmək ümidi ilə.